Niyə bir insan ərinə çörək alda məktubla deməlidir, hə? Hə? Mən məktub olmasa arzuları yerinə yetirəmirəm. Mən o boyda ailəmi qoydum. Gəldim sənin yanına. İndi ölürəm burada soyuqdan. Az, o boyda ailəsini qoyub, o boyda ailəsini atıb gəlib mənim üstümə. Sənin ailən elə atılası ailə idi. Ha, sənin bacın Kosa ilə evlənib. Sənin maman divə ərə gedib, divə. Mən sizə elçiliyə mağaraya gəlmişəm. Səni atandan istəmək üçün 40 gün atanla dalaşmışam. 40 gün dalaşandan sonra bilmişəm ki, ürəyi quşdaymış. Quşu öldürdüm, səni aldım. Super Mario'dur bu. Gör, biz neçə ildir ki evliyik, sən heç bir yeni ildə mənim yanımda olmamısan, Ay qız, bunun çox məntiqli cavabı var. Mən Şaxta babayam, yeni il günü işləyirəm mən. 365 günün, 364 günlük mən bu divanda otururam, bütün gün evdəyəm. Bir gün işə gedirəm, onda da deyinirsən, sənə yaranmaq olmur da.